Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız. O, sizin üçün yeryüzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib, onunla sizin üçün növbə-növ məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın. Əgər siz bunu edə bilmirsinizsə, heç edə də bilməzsiniz. Onda yanacağı insanlardan və daşlardan olan kafirlər üçün hazırlanmış oddan çəkin.